Hər bir gənc qadının arzusu əlbəttə ki, sağlam hamiləlik və sağlam körpəsinə qovuşmaqdır. Hamiləlik planlayan xanımlar o zaman ekrana yaxın əyləşin. Mənim sizə çox gözəl məsləhətlərim var. Hamilə planlamadan öncə hansı vitaminləri içək ki, daha sağlam bir hamiləliyimiz olsun? Bunlar hansılardır? Əlbəttə ilk öncə folik asid, yəni B9 vitamini, foy turşusu döldə yarana biləcək sidir borusu, yəni nörəl tüp defektlərinin qarşısını almaqla bərabər həm də qadınlarda folə bağlı qan azlığının profilaktikasında istifadə olunur. Həmçinin hamiləlikdə artan homosisteinin neytrallaşmasının da qarşısını alır və ikinci yerdə dəmir preparatlarıdır. Əgər sizin dəmirə bağlı qan azlığınız varsa, mütləq qaydada hamilə olmadan öncə dəmir preparatları qəbul etməyiniz məsləhətdir. 3. Magnezium. Bəli, magnezium bildiyiniz kimi bir neçə formada olur. Biz hamilə qalmadan öncə sizə uyğun magnezium preparatı təyin edirik. 4. Omega, yəni balıq yağları. Əsasən də EPA-DH dəyəri 1000-in üzərində olan omega yağlarından istifadə etməyiniz məsləhətdir. 5. Bu isə vitamin D-dir. Vitamin D mütləq qaydada hamilə olmadan öncə də qanda dəyərləndirilməlidir və defisiti və yaxud da yetərsizliyi varsa mütləq qaydada vitamin D-ni qəbul edib sonra hamilə qalmağınız məsləhətdir. Əziz qadınlar, əlbəttə ki, hamiləlik bir xəstəlik deyil, normal bir haldır. Lakin onun daha gözəl getməyini, normal şəkildə yürüməyini istəyirsinizsə, mənim bu önərilərimi unutmamalısınız.